paytaxt əhalisini piket etiraz nümayişi ilə təəccübləndirməyə çətindir. Ölkənin siyasi paytaxtı həm də dünyada rekord sayda lobbiçi təşkilatların vətənidir. Amerika metrosu artıq neçə vaxtdır ki, söz azadlığı ilə terror və zorakılığa qarşı mübarizə aparmaq məsuliyyətinin toqquşduğu müstəviyə çevrilib. Bəs Washington metrosunda bu dəfə Xocalı, Azərbaycana qarşı bəşəri faciə yazılmış bu posterlara yerli sakinlər arasında münasibət necədir? Məncə bu çox yaxşıdır, çünki adamlar başqalarının faciəsi barədə bilməlidirlər. Bir nəfərin faciəsi hamımızı təsirləndirir. Yəqin ki, orada da bizim kimi adamlar olub. Odur ki, mən bu faciənin başqalarına da tanıdılmasını başa düşürəm. Xocalı posterları kampaniyasını həyata keçirən Amerika-Azərbaycan Alyansının nümayəndəsi deyir ki, bu təbliğat vasitələrinə əhali tərəfindən aqressiv, qıcıqlandırıcı reaksiyanın olmaması təsadüfi deyil. Biz yəni o hamının gördüyü şəkillərdən istifadə etməmişik, hamının gördüyü o çılpaq həqiqətlərdən istifadə etməmişik. Biz çalışdıq çox sivil qaydada, çox sakit tərzdə, amma bir kübarlıqla bu informasiyanı çatdıraq. Yəni heç bir aqressiyanın olması məncə mümkün deyil, çünki bu həqiqətdir. Bəs bu cür təbliğat səmərə verirmi? Washington və New Yorklular gördüklərindən nəsə öyrənirlərmi? Biz yalnız özümüzü tanıyırıq. Dünyada baş verənlərdən xəbərimiz azdır. Bu ölkədən kənarda o qədər hadisələr baş verir ki, burada isə heç kəsin xəbəri olmur. Bəli, bu adamların baş verənlərə gözünü açır. Bəs Amerikalılar uzaq bir ölkədə 21 il əvvəl baş verən faciəni nəyə görə tanımalıdırlar? Axı terror, zorakılıq Amerikanın özündə də baş verir. Çətin sual silsiləsini davam etdiririk. Əgər biz faciələrin gələcəkdə də təkrarlanmasını istəmiriksə, onlar haqqında məlumatlı olmalıyıq. Biz nə qədər çox bilsək, bir o qədər də çox kömək etmiş olarıq. Bilik doğrudan da silahdır. Bu posterlər az sonra yığışdırılacaq. Onlardan öyrənilən biliklər isə yaddaşlarda qalacaq.